əziz yoldaşlar, məşğul növü ilə şəxsiz növü bir-birindən ayırmaqda çətinlik çəkən yoldaşlarımız üçün izah edirəm. Deməli, məşğul növümüzdə obyekt var. Şəxsiz növdə isə obyekt yoxdur. Yəni mübtəda var burada. Amma burada yoxdur. Bu düsturla yadınızda saxlayın. Sonra bizim şəkilçilərimiz ıl, ındır. Düzdürmü? Eynidir. Burada da ıl, ındır. İndi necə ayıracaq bunu? Məsələn, burada yazıram ki, şəkil çəkildi. Baxıram, şəkilçim il var burada. Mənim mübtədam varmı? Şəkil var. Bu bizim obyektimizdir. Subyekti bərpa edirəm? Yox. Bilmirəm. Kim tərəfindən edildiyindən məlum deyil mənə. İndi baxıram burada. Şəxsiz növdə də subyekt varmı? Burada da yoxdur. Sadəcə ortaqları budur ki, ikisində də yoxdur. İkisində də yoxdur. İndi şəxsizdə bir cümlə yazaq. Məsələn, ərizəyə baxıldı. Kim tərəfindən baxıldı? Məlum deyil. Mübtəda varmı? Yoxdur. Bu nədir? Yönlük halın şəkilçisi. Olur bizim tamamlığımız. Fərqi budur ki, burada mən mübtədanı görürəm, amma kim tərəfindən edildiyini bilmirəm. Şəxsizdə isə mübtədam da yoxdur, subyektim də yoxdur, bərpa edə bilmirəm və kim tərəfindən olduğunu da bilmirəm. Düzdürmü? Baxın, ərizə sözün köküdür, başqa şəkilçi gəldi, mübtəda olmadı, tamamlıq oldu. Burada isə şəkil bizim mübtədamız oldu, il şəkilçimiz var, burada da ki, ul şəkilçimiz var, oldu şəxsiz növ.